İlk öncə hər kəs salamlayıram. Hazırda biz Ordubadın ən yüksək nöqtələrindən birində yerləşən Nürgüt kəndindəyik. İstiqamətimiz isə Dörd Fəsil adlanan, füsunkar gözəlliyi ilə seçilən və Kiçik Qafqazın ən hündür dağ gölü sayılan Göygölədir. Zəngəzur silsiləsinin cənub yamacında yerləşən Göygöl, videoda da göstərməyə çalışdığım Saqqar dağının ətəyində yerləşir. Məlumat olaraq qeyd etmək istəyirəm ki, bu təbiət möcüzəsi olan Göygöl UNESCO-nun Dünya İrsinin ilkin siyahısına daxil edilmişdir. Bu səfalı yerin xüsusi bir özelliği də ondan ibarətdir ki, burada ilin 4 fəslini müşahidə etmək mümkündür. Xüsusən də iyun və avqust aylarında burada bir tərəfdə gül çiçək yaşıllıq, bir tərəfdə isə dağın ətəklərində qar müşahidə etmək mümkündür. Onda qeyd edim ki, bu gözəllikləri bizə tanıtmaqda vasitəçi olan, doğulub boya başı çatdığı kəndin hər bucağına bələd olan, uzun illər rəhbər vəzifələrdə çalışmış, kəndin ziyalısı və təcrübəli yol bələdçisi Hüseyn müəllimə xüsusi təşəkkürümüzü bildiririk. Buyurun Hüseyn müəllim. Çox sağ olun, təşəkkür edirəm sizlərə də gəldiyiniz üçün. Adətən bizim Azərbaycan xalqının belə bir adəti var, deyim. Ya bizim elə qanımızda olan bir məsələdir ki, ağsaqqallarımızı adətən gedib həmişə yad eləyərik. Bugün demək olar ki, bu göl Ordubadımızın, Respublikamızın ağsaqqal bir güşəsi hesab olunur. Mən belə balacalıqdan bu günə qədər elə müşahidə eləmişəm ki, insanlar gəlib bu gölü yad eləyib, bu gölü ziyarət eləyib gediblər. Bu həm Respublikamızın, həm də Ordubadımızın gözəl güşəsi hesab olunur. Elə birən bura gəlib, buranı ziyarət edib gedən insan peşman. Dəyər bura gəlib getməyinə. Buna görə ki, həm bu qədər yüksəkliyə qalmağın özü, axı adətən qartallar qalxar zirvələrə. Balaca quşlar aşağılarda olar. Bəli, bura gəlməyin özü də böyük ürək tələb edir. Ki, o ürək sahib olasan, bu ağır yol olsa da belə, amma o ürəklə gələndə bu yol sənə ağır gəlmir. Gəlib bu gölü ziyarət edirsən. Siz də sağ olun ki, gəlmişsiniz. Buraları yad edirsiniz. Sağ olun. Son olaraq izləyicilərə onu da xatırlatmaq istəyirəm ki, bu səfalı yerləri gəlib görmək istəyən izləyicilər Hüseyn müəllimlə əlaqə yarada bilərlər. Hüseyn müəllim bu gözəlliklərin şahidi olmaq istəyən qonaqlara əlindən gələn köməkliyi göstərəcəkdir. Bəli, elədir. Bizim bugün doğrudan da vətən sevər, təbiət sevər millətimizin nümayəndələri var. Onlar da istəyərlər həmişə belə dağları, daşları, qartalları burada, dağ keçilərini görsünlər. Belə görmək arzusunda olarlar. İnşallah onlar da
belə bir fikirləri olarsa, belə bir gözəlliyi gəlib görmək istəsələr, rayonumuzun Göygölün ziyarət eləmək istəsələr belə, istədikləri vaxt gələ bilərlər. Mən də bu yaşımda onlara mümkün qədər çalışaram. Yol göstərəm, köməklik eləyəm, əlimdən gələn köməkləri onlardan əsirgəmərəm. İnşallah. Sağ olun. Ekstremal şəraitdə yolsuzluq avtomobili ilə bizi bu məkanlara çatdırmaqla yanaşı, kəndin tarixi, təbiəti və mədəniyyəti haqqında verdiyi geniş məlumat, maraqlı söhbətləri sayəsində çətin yolları hiss etmədən, vaxtın necə keçdiyini anlamadan təyinat nöqtəmizə çata bildik.